Bismillah, elhamdülillah və salatu və salamu ala Rasulillah və ala alihi və sahbihi əcma'in, əmmə ba'd. Deməli, keçən dərs 15 hədis götürdük, düzdürmü? 100 hədis götürmüşük inşallah. 100 hədisdir. O hədisləri inşallah yavaş-yavaş oxuyacağıq və imkan düşdükcə yüngül izahatlar da verəcəyik Allahın köməyi ilə. Deməli, keçən dərs 15 hədis oxuduq. Bugün yenə inşallah 10-15 hədis oxuyaq və görək hədislər nədən ibarətdir, mənalar nədir. Demişdik ki, ilk 50 hədis kimdən rivayət olunub? Əbu Hüreyrədən. Hər dəfə deməyəcəm, Əbu Hüreyrə rivayət edib. İlk 50 hədisə rivayətçiləri Əbu Hüreyrədir. Deməli, Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, ümmətimə çətin olmasaydı, hər namazda misvaqlanmağı onlara əmr eləyərdim. Hədisi İmam Buxari və Müslim rivayət edib. Doğrudan da bax, əzəmətli hədisdir. Burada misvaqlanmağın fəziləti var. Deməli, misvaq nədir əslində? Yəni, sivaq bir ağacdan olan budaqdır. Ağacın budağıdır. Araq ağacının budağıdır. Ondan istifadə edirlər o vaxtlar dişi təmizləmək üçün. Və bu sünnədə gəlib və sünnədir hər namazdan qabaq misvaqlanmaq. Fərqi yoxdur. Bu istər fərz namazı olsun, istər nafilə namazı olsun. Deməli, təkid olunmuş sünnədir. Hardan götürülür? Çətin olmasaydı əmr edərdim. Az qala vacibə yaxındır. O demək ki, qardaşlar, misvaqlanmaq lazımdır. Hər bir kəsin gərək özünün misvaqı olsun. Və misvaqlanmağın da müəyyən yerləri var. İnşallah bir gün misvaqlanmaqla bağlı, yəni misvaqla bağlı fəziləti haqqında gələn hədislər və hansı yerdə misvaqlanmaq. Ümumi bir dənə belə dərs götürərək. Müxtəsər olaraq deyək ki, misvaqlanmaq adətən harda gəlib, hansı yerlərdir? Biri namazdan qabaq. Fərq yoxdur. Fərz və ya nafilə namazı. Namazdan qabaq misvaqlanmaq sünnədir. Çünki hədisinə gəlir misvaqlanmaq. Yəni, misvaqdan istifadə etmək ağıl təmizləyir, Allahı da, Rəbbi də razı salır. Yoxsa ibadətdir. Namazdan qabaq niyə olunması yaxşıdır? Çünki namaza gəlirsən, ola bilər yemək yemişsən, bir qoxu qalıb və s. Yorulmusan və ya açsan, məsələn, oruçsan. Onun kimi misvaqlanmaq bu hədisə əsasən göstərilir ki, yəni bu yerlərdə misvaqlanmaq sünnədir. Və xüsusən namazda da gəlib, xüsusi olaraq. Demə namazdan qabaq gəlib, həmçinin gəlib oruc vaxtı, o da ümumi dəlillərə əsasən ki, misvaqlanmaq ağıl təmizləyir, Rəbbi razı salır. Ramazanda orucu ikən, istər Ramazan orucu olsun, istər nafilə orucu olsun, fərq eləməz. Həmçinin gəlib Quran tilavətindən qabaq misvaqlanmaq, Quran oxuyan. Çünki mələklər yaxınlaşır, ta insanın ağzına qədər yaxınlaşır və dinləyir. Onun gözəl qoxu gəlməz. Çünki yəni, insanların əziyyət çəkəcəkdə, mələklər də əziyyət çəkini də bilirsən, hədislərdə varid olub. Həmçinin gəlib gecə qalxanda, yuxudan oyananda, ümumən yuxudan oyananda, həmçinin gecə namazı qılanda, ümumi namaza, görsən burada gəlir ki, namazdan qabaq misvaqlanma. Bura nafilə də aiddir, fərz də aiddir. Gecə oyanarkən, sonra evə daxil olarkən, insan evə daxil olur, ev əhli ilə görüşür, istəyirsən ki, gözəl qoxu gəlsin, olur, işləyirsən, çalışırsan, evə gəlirsən, yorulmusan, qoxu gələ bilər, misvaqlanmaq, evə daxil olarkən və ümumi cəmaət içərisində olanda, bu da hardan götürürsən? Çünki hədisə gəlir ki, namazdan qabaq, bu namazlar adətən harda qılınır, cəmaət namazı. Məscidlərdə deməli, cəmaət içində olacaqsan deyə misvaqlanmaq da sünnədir, müstəhəbdir. Bunlar yəni misvaqlanmağın, misvaqdan istifadə edilən yerlərdir. Və hədis də göstərir ki, demək, bu sünnədir, ibadətdir, Allah razı salır, həmçinin təmizlikdir və təmizlik də imandandır. Ona görə hər bir kəs çalışsın, misvaqı olsun və misvaqda mütəmadi olaraq istifadə eləsin, xüsusən namazdan qabaq. Və həmçinin gəlib dəstəmaz alarkən. Əlləri yuyandan sonra madmada və istinşaq etməmişdən qabaq. Madmada nədir? Yəni ağız boşluğunu yaxalamaq. Dəstəmada ki, su alıb ağzı yaxalamırsan, əlləri yuyandan sonra madmadadan qabaq misvaqlanmaq müstəhəbdir. Niyə görə immunnoy oradan qabaq? Çünki misvaqlanırsan və nəsə dişin arasından çıxa bilər, düzdürmü, qidadan və s. Artıq ağzı uyandı, tökülür. Onun ki, alimlər deyiblər ki, dəstəmazda yeri haradır? Əlləri yuyub, ağız boşluğunu yumamışdan qabaq. Əlləri yudun, bismillah deyib, əlləri yuyursan axı birinci. Sonra artıq ağız boşluğunu yumamışdan qabaq misvaqdan istifadə edirsən. Bax, müstəhəb olan yerlər bunlardır. Ona görə sünnədir, istifadə edin, kimin yoxdursa alsın. İstər kişi, istər qadın misvaqdan istifadə etməsi sünnədir. Allaha razı salır və tərabətləndirir ağız boşluğunu. Növbəti hədis, Allah Resulü buyurur ki, sallallahu aleyhi və səlləm, veylun lil-əqabi minən-nar. Cəhənnəm odunda yağınan topuqların vay halına. Yəni, bu nə aiddir? Bu dəstəmaza aiddir. Yəni, elə insanlar var ki, dəstəmaz alanda müəyyən əzaları yuyanda fikir vermir, görürsən, ıslanmır. Bu hədisi Allah Resulü niyə deyir? Bir nəfər görür ki, dəstəmaz alır, ayaq hissəsində, topuğunda yuyulmamış yer qalır. Və ona görə bu hədisi deyir ki, biləsən, yəni insan dəstəmaz alanda bütün əzalar tam yuyulmalıdır. Yəni quru qalmamalıdır.
Və kim belə necə gəldi, bax belə dəstəmaz alanlar var. Bəzən fikir verirsən və görəndə də tənbih eləyin. Deyirəm, qardaş, belə dəstəmaz almırlar. Uyanda bax, yuyulmamış yerlər qalıb əzalarında. İndi burada ayaqdan, topuqdan söz geçsə də o digər əzalara da aiddir, dəstəmaz əzalar. Görürsən, üzünü yuyur, tam yumayıb, deyirəm, qardaş, şiddətli hədis var. Ayaqlara varid olsa da lakin ümumə aiddir ki, yəni ehtiyatlı ol. Və əllərin yanında görürsən, dirsəklər yumur və müəyyən hissələr quru qalır. Deyirəm, qardaş, düz dəstəmaz al. Belə dəstəmaz almaq olmaz. Digər rivayətlərdə gəlir ki, Allah Rəsulü görür ki, bir nəfər dəstəmaz alır və qəpik qədər, indi o vaxt dirham dinər idi, qəpik, qızıl, gümüş istifadə edirlər, yəni pul kimi, valyuta kimi. Görür ki, o qədər bir qəpik qədər yeri quru qalıb ayağında, ayağının üstündə. Deyir ki, get, yenidən dəstəmaz al. Bir rivayətdə gəlir ki, namazı və dəstəmazı yenidən almağa əmr edir. Dəstəmaz al və namazı yenidən qıl. Çünki dəstəmazsız namaz qılmırsan, demək, dəstəmaz namaz da namaz deyil. Və həmçinin bu hədis göstərir ki, insan dəstəmaz əzalan yana tam yumalıdır. Quru yer qalmamalıdır. Kim belə edirsə, dəstəmazı yoxdur. Dəstəmaz da yoxsa qıldığı namaz da yoxdur. Namazı da, dəstəmaz da geri qaytarmalı. Yəni, yenidən dəstəmaz alıb, yenidən namaz qılmalıdır. Hədis göstərir ki, yəni, bu cür halda dəstəmaz almaq böyük günahlardandır. Niyə? Çünki əzab var. Bəzi adamlar görürsən, necə gəlib dəstəmaz alırsan ki, Allahdan qorx, ehtiyatlı ol. Şiddətli hədislər var. Bax, dəstəmazın yoxdursa, deməli, namazın da yoxdur, öz əməlini batil eləmə. Növbəti hədis 18-ci hədis. Allah Rəsulü buyurur ki, sallallahu aleyhi ve sellem, imamdan qabaq başını qaldıran qorxmur ki, Allah onun surətini, başını, uzunqulağın başına çevirər. Hədis göstərir ki, hədisi Buxar və Müslim rəvat edib. Hədis göstərir ki, namazda imamı qabaqlamaq olmaz. Bəzi adamlar var, namaz qanda ya imamla bərabər gedir, namazın hərəkətlərində və ya imamdan qabaq edir. Geri olmaz. Alimlər buyururlar ki, bu cür namaz qəbul deyil, bu cür namaz batıl olur. İmamı qabaqlamaq olmaz. İmam rüküyə getməmiş, rüküyə getmə. Rüküdən qalxmamış, sən də qalxma. Və ya səcdə etməmiş, səcdəyə getmə. Və ya səcdən qalxmamış, sən də səcdədən qalxma. İmamla bərabər getmək belə bəyənilmir. O ki, qalı hələ imamı qabaqlayasan. İmamı qabaqlayan dedi ki, sən səhv edirsən, beləsinin namazı yoxdur. Görsən, bu da şiddətli hədislərdəndir, təhdid hədislərindəndir. Belə etmək olmaz. Tələmtələsi, yəni namazı qılmaq olmaz. İmam nə üçün seçilib? Ona tabi olaq deyə. Nədir Allah Rəsulü? Təkbir gətirən təkbir gətir. Rükə gedən rükə elə. Səmiyyə Allah limən həmidə deyəni siz deyin, Rabbana və ləkəl həmd. Səcdə edən siz də səcdəyə gedin. Yəni ondan sonra eləyin də bu şeydə hərəkətləri. Onunla bərabər eləməyin və ya ondan qabaq eləməyin. Onunla bərabər etmək olmaz. Bu da məkruhdur, bildiyim qədər. Lakin qabaq eləsən artıq nədir? Namaz batildir. Ondan sonra eləməlisən. Çox da geri qalmamalısan. Bəzi adamlar var, görürsən, səcdəyə gedir, çox qalır səcdədə. İmam səcdədən qalxıb artıq qiyama Fatihəni oxur. Bu hələ səcdədədir. O cür çox qalmaq da olmaz. O Fatihəni bitirib rüküyə gedirsən, həmən rükətin yoxdur. Ya rüküyə gedib, rüküdən qalxıb, bu hələ rüküdədir. İmam səcdə gedib, bu rüküdən qalxır, tez sözün deyə, sonra gedir səcdə deyir, doğru eləmirsən. Nə çox geri qal, nə qabaqla, imamdan sonra elə. O etdi, sən elə. Və onunla bərabər də getmə. Yəni, bəzən görsən, bərabər gedir. İmam gedən kim bu da gedir. Yox, bərabər getmə. Düz bəyənilmir, məkruhdur. Amma hər bir halda etməməyin yaxşıdır. Sən imamdan sonra elə. Çünki imam bunun üçün seçilib ki, o eləsin, sonra sən eləyəsən. Sonra sən onu tabi olasın. Amma ki, elə imamla bərabər getmə və ya imamı qabaqlamaq, bu daha şiddətlidir. Və imamdan çox geri qalmaq, bu da olmaz. Çünki rükət itirirsən, zay edirsən. Həmən rükət sənə sayılmır. Əgər məsələn, imam rüküdən qalxıb səcdəyə gedir və sən hələ də rüküdəsənsə, qardaş, hələ qalxmamsa, demək, sən həmən rükəti itirmirsən. Çünki rükünləri qaçırmısan. İmam artıq səcdədədir, sən hələ rüküdəsən. Ona görə imamı qabaqlamaq olmaz, qadağandır. Hədis şiddətli hədislərdəndir, təhdid hədislərindəndir və beləsinin namazı da batildir. Növbədə hədis, 19-cu hədis. Allah Rəsulü buyurur ki, sallallahu aleyhi və səlləm, hədis dediyim kimi Əbu Hüreyrədən rəvayət olunur, Allah ondan razı olsun. Və sahabələrin fəzilətlərindən biri də odur ki, Allah Rəsulundan eşitdiklərini bizlərə çatdırıblar. Elmi olduğu kimi bizə çatdırıblar. Bu da böyük fəzilətdir, şərəfdir və təqdirə layiqdir. Ona görə hər dəfə, yəni onları işləyəndə gərək, onlar üçün deyəsən Allah onlardan razı olsun. Həqiqətən böyük iş görüblər. Bu dini gəlib çatdırıblar. Bu günə qədər gəlib çatıbsa onların sayəsindədir. Allahın dininə xəyanət etməyiblər.
dini qoruyublar, bu din üçün canlarından, mallarından keçiblər. Görsən, hətta ayələri, hədisləri belə görsən bizə nəql ediblər ki, ümmət faydalansın. Ona görə hər dəfə elə adları gələndə deyirik ki, radiyallahu anhu və ya anhum. Allah onlardan razı olsun və Allah ondan razı olsun. Qadın radiyallahu anha indi eşitsən, bilərsən ki, bu o demək ki, Allah ondan razı olsundur və onlardan razı olsun. Həmçə Əbu Hüreyrə Allah ondan razı olsun, çoxlu hədis rivayet edən sahabələrdəndir. Bu hədisdə də buyurur ki, Buxari Müslimdə keçən hədisdə buyurur ki, kim səhər və axşam çağı məscidə gedərsə, yəni ibadət üçün, Allah Taala ona hər gedib gəlişində cənnətdə ziyafət hazırlayar. Bu hədis göstərir ki, məscidlərdə cəmaət namazı qılmaq fəzilətdir. Bəli, sən evdə də o cəmaatı qıla bilərsən. Məsələn, olursan elə bir yerdəsən ki, məsələn, məscidə getməmsən, cəmaat var 10-15 qılırsan. Lakin məsciddəki cəmaat namazın fəzilətini vermir. Çünki məscid üçün ayrıca fəzilətlər var. Dəstəmiz alıb getmək, başa düşdü necə, ön səfdə oturmaq və s. nə qədər bu haqda hədislər. Lakin bu evdə buna gəlməyib axı. Evdə cəmaat qılsan da bu haqda gəlmir. Uzaq başı nədir burada? Say söhbəti var. Bir nəfərin namazı, iki nəfərin namazı birdən nədir üstündür, üçün ikidən üstündürdürmü? Amma məsciddə qılınan namazlar, cəmaat təbii ki, namazlarını söhbət gedir. Onların vəziyyəti ayrıdır. Onlardan bir də bax bu hədisdir. Hər dəfə gedib gəldikcə Allah Taala cənnətdə onun üçün bir ziyafət hazırlayar. Təşviq edir ki, ey müsəlman, cəmaat namazlarını imkan daxilində məsciddə qıl. Əgər belə bir işin yoxdursa, məscidə gedib gələ bilirsənsə, yəni özü bu xeyirlərdən məhrum eləmə, məscidlərdə namaz qıl. Çünki məscidlərdə qılınan cəmaat namazları Allah üçün çox sevimlidir. Nəinki evdə insanın və ya bazarda qılması. Növbəti hədis, 20-ci hədis. Allah Rəsulü buyurur ki, sallallahu aleyhi və səlləm, münafiqin əlaməti 3-dür. Danışdığı zaman yalan danışar, vədinə xilaf çıxar, həmçinin ona etimad olunduğu zaman xəyanət edər. Bunlar hamısı böyük günahlara davet edir. Görürsən, deyir, bir rivayətə nə gəlir? 4 dənəsi. Düzdürmü? 4 şey əlamətlərdəndir. Münafiqin əlamətləri 4-dür. O 4-cü nədir? Mübahisə eləyəndə səs-küy qoparar, qışqırbar salar. Adam var, mübahisədən qışqırbar salır. Niyə elə salır qışqırbar? Yəni ki, sanki haqlı tərəf bu olduğunu göstərmək üçün. İndi özünü haqlı göstərmək üçün bunu eləməlidir. O birisi təmkinlə rahat danışır. Bu qışqırbar salar, görürsün, ay cəmaa, belə, elə bir ki, qışqıranda bu haqlı olacaq. Və ya bunu hamı haqlı biləcək. Bəzən elə olur ya, insan bir səsini qaldırır, deyir ki, doğru danışamır, görmürsən, əsəbindən səsini qaldırıb. Amma əslində qışqırbağa salmaq lazım deyil mübahisə düşəndə. Normal sözü deyə bilərsən, etiraz edə bilərsən. Lap yaxşı deyək ki, lap başa düşmədi, sən çəkinirsən. Çünki mübahisədən çəkinmək nədir? Özü bir savabdır, düzdürmü qardaş? Cənnətdə Allah onun üçün ev verər. Yaxşı, mübahisə olsa, o demək səsini qaldırmalısan, xeyr, bu münafiqin əlamətlərindəndir. Bu əməllər oradan hər biri özlüyündə, yəni böyük günahlardandır. Yalan danışmaq möminə yaraşmaz. Yəni mömin kişi niyə yalan danışsın ki? Bu kimlərə aiddir bu cür xislətlər? Yəni günahkar, fasiq insanlara yalan danışır, özünü haqlı çıxartmaq üçün və ya malını satmaq üçün və s. və ilaxır səbəblərə görə. Mömin insan yalan danışmaz. Və həmçinin vədə xilaf çıxmaz. Mömin bəndə, müsəlman bəndə nəyə söz verdirsə ona gərək xilaf çıxmasın. Elə. Bax, eləyə bilsən söz ver. Bəzən insan görürsən söz verir, sonra eləmir. Neyim, eləyə bilmədim də. Deyir, qardaş, onda söz vermədi. Nəyəsə vəd vermirsənsə, məsələn, gələcəm, gözlə gəlirəm. Sən gəlmirsən, o adam da orada yarım saatda səni gözləyir. Doğru deyil. Və yaxud filan şey məndə də verəcəm, mən verərəm. Keçir vermir. Və ya borc alır, qardaş, qaytaracam, filan vaxtda qaytaracam. Qaytarmır. Qardaş, söz vermirsən, əməl elə. Yox, əməl edə bilməyəsənsə, onda söz vermə. Yadla qaş, inşallah baxarıq, imkan olsa eləyərəm, imkan olsa verərəm, imkan olsa gələrəm. Amma hə, sən bunu inandırırsan, əmin edirsən, söz verirsən, sonra eləmirsən, bu artıq möminə yaraşmır. Bu şeylər münafiqlərin əlamətlərindəndir. Belə şeylər yaraşmır. Və həmçinin də əmanətə xəyanət eləmək cəhətsi gəlir. Ona etimad olunur, xəyanət edir. Əmanətə xəyanət etmək münafiqlərin əlamətlərindəndir. Mömin insan ona nəsə etibar olunanda, fərq yoxdur, mal olsun, mülk olsun, hətta ailəsi belə etibar edir, çıxır gedir, uzaq səfər edir, ailəm sənə əmanətdir. Mömin xəyanət etməməlidir. Bu möminə yaraşmır. Bu şeylər hamısı kimlərə aiddir? Qardaşım, fasiqlərə, mücrimlərə, günahkarlara, münafiqlərə, kafirlərin xislətindəndir. Hətta görürsən, yəni bəzi yerlərdə subhanallah artıq adiləşib xəyanət. Adiləşib. Allah qorusun, elə cəmiyyətləri bir yerdə yaşayırıq ki, ümumiyyətlə elə bir ab-havada yaşayırıq ki, bu saatca xəyanət də oradan çox yayılıb, qardaş. Oldu da çox yayılıb.
Yəni hətta sən fikir ver, Huzeyfə radiyallahu anh öz zamanında əmanətə, xəyanətdən şikayət edir. Subhanallah, sahabə dönəmindən. Hələ Allah Resulü dünyasını təzə dəyişib, artıq deyir ki, əmin insanlar azalıb. Sən elə bilirsən ki, indi əmin insanlar çoxdur. Yox, qardaş, ona görə artıq dərəcədə maksimum gərək ehtiyatlı görəsən, qardaş. Ehtiyatlı görəsən. Hər adama əmanət verilməz. Hər adama etimad olunmaz. O qədər xain insanlar var ki, qardaş. Qapıdan çıxırsan, sən çıxana qədər qapı kimi baxanlar var. Görüm kimi görürəm. Allah qorusun, belə insanlar var. Mömin insan əmin olmalıdır. Müsəlman kimdir? Müsəlman o kəsdir ki, əlindən, dilindən heç kəs əziyyət çəkmir. Düzdür, qardaş? Bunun əksi nədir? Deməli, kafir insan əlindən, dilindən hamı əziyyət çəkəcək. Münafiq insan əlindən, dilindən hamı əziyyət çəkəcək. Və ya fasik, facir insan əlindən, dilindən insanlar əziyyət çəkəcək. Lakin müsəlman elə olmamalı. Müsəlmana yaraşmır. Müsəlman danışanda yalan danışmamalıdır. Düzdürmü? Vədini yerinə yetirməlidir, həmçinin əmanətə xəyanət etməməlidir. O müminin, müsəlmanın, həqiqi müsəlmanın sifətlərindəndir. Əksi münafiqlərdədir, əksi kafirlərdə, fasiqlərdə, günahkar, asi, mücrim insanlardadır. Mümin insan da onlara bənzəməməlidir. Növbəti hədis Allah Resulü buyurur ki, sallallahu aleyhi və səlləm, deyir, paltarın topuqdan aşağı olan hissəsi cəhənnəm odundadır. Hədisi İmam Buxari rəvayət edib. Bu hədis göstərir ki, müsəlmanın libası topuqdan aşağı düşməməlidir. Bu, təkəbbürlüyün əlamətlərindəndir. O vaxtlar insanlar, bax belə, görürsən də, indi bəzi köhnə dövrü nümayiş etdirəndə, sənədli filmlərdə və ya kinolar görürsən, hamısının libası arxasıca sürünür. Bu, təkəbbürlü insanların, varlı insanların, zədəganların sifətlərindən. Bunlar bu ilə təkəbbürlü, özlərini dartarlar, biz, bax belə, bizim imkanımız var və s. Özlərindən razı insanların vəsfəri idi. Kasıb yetimin paltarı cırıq, belə də köhnə bir paltar tapsa böyük şeydir. Lakin varlı insanlar belə qürurlanardılar. Öz paltarlarını nümayiş etdirməklə, uzunluğu ilə, genişliyi ilə, yerlə sürünməklə, bax. Həmçinin natəmizliyin əlamətlərindəndir. Elə sürünə hər yerə dəyir. Və Allah Resulü nə dediyi ki, topuqdan aşağı olan hissəsi deməli, cəhənnəm odundadır. Başqa bir rivayətdə gəlir ki, 3 sinif insan var ki, Allah onların üzünə baxmaz. Onları danışdırmaz. Onları təmizə çıxartmaz və onlara şiddətli əzab vardır. Onlardan biri kimdir? Libası, təkəbbürlüyündən libası topuğuna aşağı olan. Bayaqki hədisdə, dediyim hədisdə deyir, kim təkəbbürlüyündən eləyərsə Allah onun üzünə baxmaz. Görürsə, hamısı nədir? Pis aqibətdir. Bir rivayətdə cəhənnəm odundadır, digər rivayətdə. Deməli, təkəbbürlükdən daha şiddətlidir. Bir var təkəbbürlü olmadan, bir cəhənnəm oduna toxunacaq. Bir də var təkəbbürlükdən, bunun əzabı lap şiddətdir. Nədir? Allah üzünə baxmaz. Allahu Akbar. Danışdırmaz. Təmizə çıxartmaz və onu şiddətli əzab gözləyir. Bu onu göstərir ki, bəzi adam deyir ki, yox, təkəbbürlükdən eləmirəm. Bir qədər təkəbbürdən eləməyəndə yenə odu var. Amma təkəbbürlükdən eləsən, bu lap şiddətlidir. Tam fərqli-fərqli hökmlərdir. Fərqli-fərqli səbəblərdir. Bu adam təkəbbürlükdən edib səbəbi ayrıdır. Bu birisi yox. Deyir ki, hər ikisinin səbəbi də müxtəlifdir, hökmlər də müxtəlif. Birində cəhənnəm oduna toxunacaq. Lakin digərinin daha şiddətli hökmdür. Üzünə baxmaz, danışdırmaz, təmizə çıxartmaz və şiddətli əzab gözləyir. Ona görə qardaş deyir ki, bu böyük günahlardandır. Ona görə müsəlman öz libasına da fikir verilməlidir. Şəriət hər şeyə toxunub. İnsan yeməyinə, içməyinə, geyiminə, oturuşuna, duruşuna. Yəni şəriətdə, subhanallah, yəni İstər əqidə məsələləri olsun, istər məişət məsələləri, ailə məsələləri, nə bilim, nə istəyirsən, hətta üz istəyirəm, ayaq yoluna getmək məsələsi belə şəriətdə toxunulub. İnsanın ailəsinə olan münasibətləri, yataq məsələlərinə belə şəriət toxunub. Deməli, gizli bir şey yoxdur, qaranlıq bir şey yoxdur. Şəriət hamısına münasibət bildirib, hamısını bəyan edib, hökmünü və s. ədəblərini və s. nə olar, nə olmaz. Həmçinin geyim məsələləri də. Bugün təəssüf olsun ki, müsəlmanlar özlərini oxşadıblar kafirlərə, qəribə. Necə gəldi, geyinirlər, keçinirlər, subhanallah. Danışıqlarında belə onlara oxşayırlar. Görürsən, bəzən danışanda elə bir kəlmələr istifadə edir ki, adətən kafirlərin istifadə etdiyi kəlmələr. Və ya saç düzümü, saç quruluşu, saçın, nə bilim, saçın qırıqılması, bəzən kant qoyurlar, qaşa kant qoyur, saçın burasına bir xətt qoyur, bu, subhanallah. Geyim də onun kimi. İndi dəbə düşüb də cırıq şalvar geyinmək, qadınlı, kişili, Allahu Akbar. Yəni, bu nə geyimdir, qardaş. Müsəlmanlar bugün onlar kim geyinirlər?
Olmaz. İnsan özünü digər qövmlərə bənzədə bilməz. Ən şərəfli ümmət müsəlman ümmətidir. Çox heyflər olsun ki, müsəlmanlar özlərini ən rəzil olan qövmlərə oxşadanlar var. Danışığında, duruşunda, hərəkətində, nə bilim, geyimində, yeməyində, içməyində, hər çox məsələlərdə. Allahu akbar. Ailə münasibətlərində, hətta yataq məsələlərində. Bəzən şeylər var ki, danışmağa məcbur olur. Yəni Allah Taala haqqı bəyan etməkdən həya etməz. Bir çox məsələlərdə subhanallah adam danışmağa yəni utanır bəzən. Olmaz. İnsan özünü, müsəlman kəs özünü qeyri-müsəlmanı bənzədə bilməz. Olmaz. Qoy onlar elə bizə oxşasınlar da. Niyə biz onlara oxşamalıyıq? Bayramlarımıza qədər fikir verin, artırmışıq. 2 mübarək bayramımız var. Artıra gedirik. Özümüzü oxşatmışıq qeyri-İslami insanlara da, yəni dinlərə, cəmiyyətlərə və s. millətlərə. Müsəlman var, bugün ailəsinin ad günü keçirir. Hətta ibadət əhli içində var, vallahi qardaş. Əhl-i sünnət deyir özündən, qardaş, övladlarına ad günü keçirir. Nə bilim, toy nişan mərasimləri. Yəni, İslamda bu da bildirilib. Getdi, qərbi oxşayıblar, bəzi adətləri götürüblər. Yas mərasimlərində nə qədər bidətlər, xurafatlar. Nə bilim, hansı məsələ toxunursan, görürsən ki, orada digər qövmlərə bənzərlik var. Və həmçinin geyimdə də. Çox təəssür olsun. Kişili, qadınlı elə bir formada geyinirlər ki, deyir, vallahi şəriətə müxalifdir. Şəriətlə dinimizə görə haramdır. Olmaz, belə eləmək olmaz. İstər kişi olsun, istər qadın olsun. Hətta saçı rəngləmək belə qadınlara aiddir. Necə gəldi, hər rəngdən də istifadə eləməyən doğru deyil. Və saç qırxımında belə. Bəzi qadınlar var, özlərini oğlana bənzədirlər saçını qırxmaqla. Deyirik, olmaz, belə olmaz. Qadının gözəl göstərir, o zaten onun saçıdır da. Oğlan kimi qırxdın, sənin oğlanın nə fərq oldu? Deməli, kim özün bir qövmə bənzədir, o da onlardandır. Hətta lənət gəlib kişinin özünün qadına bənzətməsinə və ya qadının özünün kişiyə bənzətməsi olmaz. Belə, ona görə insan, gözəl qardaşlar, əziz dinləyicilər, müsəlman olan kəs özünü həmişə şərəfli tutmalıdır. Aşağı qövmlərə oxşamaq olmaz, onlar kimi olmaq olmaz. Onlara bənzəmək olmaz. Qoy onlar bizə bənzəsinlər. Qoy bizdən yaxşı şeylər görsün. Biz onların niyə adətlərini götürməliyik ki? Deməli, topuqdan aşağı olan hissəsi nədir? Cəhənnəm odundadır. Bundan da şiddətlisi təkəbbürlükdən olarsa. Onun əzabı lap şiddətlidir. Nədir? Allah üzünə baxmaz. Allah danışdırmaz. Allah onu təmizə çıxartmaz və onu şiddətli əzab gözləyir. Bu lap şiddətlidir. Ona görə heç kim deməsin ki, yox, təkəbbürlükdən eləmirəmsə problem yox, deyir, problemdir. Problem odur ki, cəhənnəmə toxunacaq. Cəhənnəm o toxunacaq. Təkəbbürlükdən edirsənsə, bu lap betərdir. Allah hər iki haldan qorusun. Ona görə müsəlman libasına belə fikir verməlidir. Növbəti hədis, Allah Resulü buyurur ki, sallallahu aleyhi və səlləm, deyir, sizlərdən biriniz dəstəmazı pozulmadıqca, namazgahda olduğu müddətcə, ya namaz qıldığı yerdə olduğu müddətcə, mələklər onlar üçün dua edərlər. Deyərlər ki, Allahumma xfir ləhu, Allahumma rhamhu. Allahım onu bağışla, ona rəhm elə. Deməli, məhcə gəldinsə, namazı gözləyirsənsə, dəstəmazın pozulmadıqca, mələklər sənin üçün dua eləyər. Gəlmirsən, namazı gözləyirsən. Və yaxud da ki, bir namazı qılmısan, vaxt keçib ikinci namazı gözləyirsən. Dəstəmazın pozulmadıqca mələklər sənin üçün dua edirlər. Və həm təsarruf etmirəmsə, hətta zikirlərə də aiddir. Əgər namazı bitirdinsə, həmən durub getmə. Zikirləri belə qutar sonra get ki, bu fəzilətə nail olasan. Xüsusən məhcə gəldinsə, qardaş, namazı gözləyirsənsə, dəstəmazda ol. Bəzi adamlar var, biraz tez gəlir, deyək ki, yarım saat 40 dəqiqə bax. Dəstəmaz poza deyir ki, hələ iqamət azana çox var. Azana yaxın gəlib dəstəmaz alarım. Deyirəm, sən müsalləndə, yəni namaz qıldığın yerdə oturduqca, namazı gözlədikcə, mələklər sənin üçün dua edirlər. Mələklər də Allahın ən sevimli qullarıdır. Təbii ki, onların duaları da inşallah müstəcəbdir. Sən özü niyə xeyirdən, niyə bərəkətdən məhrum edirsən? Get dəstəmaz al, gəl, otur yenə yerində. Hər bir halda, yəni məhcədə gəlmisənsə, namazı qılırsansa və ya namazı gözləyirsənsə, qardaş, dəstəmazın pozulubsa, tez get dəstəmaz al, gəl. Gəl ki, bax, bu fəzilətə nail ola biləsən. Çünki o bir hədsə gəlir ki, kim dəstəmaz alarsa, sonra evindən çıxıb gələrsə məclisdə, hər addımına dərəcəsi qalxar, hər addımına günahı bağışlanar və namazı gözlədiysə namazdadır və sonra bu hədis belə, tamamilə belə gəlir.
Deməli, insan öz namaz qıldığı yerdə olduqca, hansı ki o yerdə namaz qılır, dəstəmaz pozulmadıqca mələklər onun üçün dua edərlər. Allahumma xfir ləhu, Allahumma rhamhu. Bu fəzilətdən heç kəs özü məhrum eləməsin. Allahım onu bağışla, Allahım ona rəhm elə. Demək, bu hədis həmçinin nəyə gözlərir? Namazda namazı gözləməyin fəziləti, məhcə getməyin fəziləti, namazdan sonra zikirləri etməyin fəziləti, ibadətdə səbirli olmaq. Deməli, ibadətdə belə səbirli olmaq insan nə qədər xeyirlər, nə qədər bərəkət verir. Nə qədər xeyrə nail olur. Nə qədər savablara nail olur. Qafil insan belə şeylərdə məhrumdur. Ona görə gəlin özümüzü xeyirlərdən məhrum eləməyək. Növbəti hədis, yəni Əbu Hüreyrədandır, Allah ondan razı olsun. Allah Resulü buyurur ki, sallallahu aleyhi və səlləm, deyir ki, ümmətimdən hər kəs cənnətə daxil olacaqdır, yalnız üz çevirənlərdən başqa, inkar edənlərdən başqa. Deyirlər ki, Allahın Resulü, və mən yəbə, kim də üz çevirən, kim də üz döndərən, deyir ki, mən əta'əni daxilə cənnə, kim mənə itaat eləyərsə cənnətə daxil olacaqdır və kim mənə asi olarsa artıq mənə üz çevirmişdir, məni inkar etmişdir. Deməli, itaətin sonu cənnət, asiliyin sonu nədir, qardaşlarım? Cəhənnəm odudur. Görürsən, deyir, ümmətimdən hər kəs daxil olacaq cənnət. Yalnız üz çevirənlərdən, inkar edənlərdən başqa. Çünki Allah Rasuluna asi elə, Allaha asilikdir. Deməli, Allah Rasul nəyi əmr edirsə, yerinə yetirməliyik, nədən çəkindirirsə, çəkinməliyik və nəyə xəbər veribsə, təsdiqləməliyik. Bu elə Muhammedun Rasulullah kəlməsinin səndən tələb etdiyi şeylərdir. Deyir, la ilahe illallah, Muhammedun Rasulullah. La ilahe illallah öz tələbi var, Muhammed Rasulullah kəlməsinin öz tələbi var, düzdürmü? Nədir Muhammedun Rasulullah tələbi səndən? Əmr etdiyi şeyləri yerinə getirmək, qadağanlarından çəkinmək və söylədiyi, gətirdiyi xəbərləri təsdiqləmək. Bu yoxdursa, deməli, insan Muhammedun Rasulullah kəlməsinin tabi olmayıb, tələbini pozub. Çalışmaq lazımdır ki, ona asi olmayaq, yalnız itaat edir. Çünki itaətin sonu nədir? Xeyr, bərəkətdir, cənnətdir. Lakin asilik sonu pis aqibətdir. Cəhənnəm odudur, lənətdir. Çünki insan nə qədər Allaha yaxın olarsa, bərəkətdən payı çox olar. Şeytana nə qədər yaxın olarsa, lənətdən payı çox olar. Necə İbn Qayyim rahimehullah günahların zərərlərində danışır. Allaha yaxın olan insana bərəkətdən payı çoxdur. Şeytana yaxın olan insan nədir? Yəni Allaha itaəti az, şeytana itaəti çoxdur. Şeytana nə qədər çox yaxın olarsa, yaxın olduğu miqdarca da lənətdən payı bir o qədərdir. Ona görə insan gərək Allahı və möminləri dost tutsun, şeytan və ordusunu yox. Bu hədisdə İmam Buxari rivayet edib. Yaxşı, növbəti hədis. Allah Resulü buyurur ki, sallallahu aleyhi və səlləm, əgər bir kişi öz qardaşına, ya kafir, ey kafir deyərsə, fəqəd bəbih əhəduhuma, yəni bu söz ikisindən birinə qaydar. Yəni ikisindən biri kafir olar. Yəni ya o kafirdir, ya ona söz deyən, ya da ki sözü söyləyən. Hədisi İmam Buxari rivayet edib. Bu onu göstərir ki, bir müsəlmana kafir demək təhlükəlidir. Böyle deyir ki, öz qardaşına, söhbət doğma qardaşından getmir, yəni din qardaşına. Yəni bir müsəlman qardaşından kafir deyərsə, haqsız yerə, şərtlər olmadan, maneələr aradan qalxmadan, belə kafir deyərsə, sağa sola bəzi insanlar edirlər, kəlmə ikisindən birinə qaydacaq. Ya o kafirdir, ya söyləyən. Və biz də bunu vallahi təcrübədən görmüşük. Haqsız yerə o qədər müsəlmanı təkfir edən kəslər gördük ki, sonunda vallahi kafirdən seçilmiş. Aralarında ateist olanlar oldu. Aralarında deist olanlar var. Quranilər yaman çox yayılıb. Bəzi Quranlərin keçmişinə baxanda görsə ki, təkfirçi olub. Və ya deyək, quburilərdən olan var indi. Bəzi insanlar vaxtı ilə müəyyən məsələ sənə küfrdə ittiham edirdi. Bəzi məsələlərdə. Və ya sənə olmasa da deyək, lap başqalarını. Kafirdir, birbaşa kafir deyirdi. Lap deyək ki, ondan bir bidət, şirk üz veribsə də. Birbaşa deyir kafirdir. Heç bir şərtlər, maneələr olmadan. İndi həmən şeylər özü edir və dindən sayır. Ne görsən, bəzi quburlərin təvəssüldə, qadağan olunan təvəssüldə, qadağan olan şəfaətdə görsən, xətalar var da, küfri xətalar var. Birbaşa deyir, bunlar kafirlərdir. Deyir, qardaş, hələ hüccət qaldırmamısan, bu adam cahildir, cahillik, üzürdür, təvili var və s. O kafirdir. İndi özü o şeyləri dindən sayan adamlar var. Və dünənə kim deyirdin kafirdir? Görsən, artıq üzvə qayıdır. Yəni, keçmiş əqidəvə baxsan, sən kafirsən. Və ya namazın tərki, deyir kafirdir, birbaşa kafirdir. Deyir, qardaş, yəni, bu sənin işin deyil, o alimə, qazə və s. insanlara aiddir. Məsələdə ixtilaf var, səhih görüş odur ki, kafir deyil. Hətta bu kəlmə belə hamı demir. Bu kəlmənin demək ağırdır. Sonra qazi təyin olunur, möhlət verilir, həbs olunur və s. Sonra yenə bu boyda haqq hesablar tutursa, yox, mən namaz qılmıram, bir onda kafir deyən alimlər var.
Bunlar hamısı baş verməyib, deyirsən kafir. Sağa sola qonşu Məhəmməd kafirdir, filan kəs kafir. Niyə namaz qılmır? İndi aralarında vallahi namaz qılmayanlar var. Allahın nazil etməyən, nazil olduğu ilə hökm verməyən deyir kafirdir. Baxırsan ki, özü isə o hökmləri tətbiq eləmir. Allahın nazil etdiyi ilə hökm vermir. Həyatının bütün məsələlərini. Elə bilək təkcə bu şeylər qanunlara aiddir. Subhanallah. Hər məsələ aiddir. Evdə, ailəndə ədalətsizlik edirsənsə Allahın nazil hökm verməmsən. Allah da məgər bizə belə əmr edir. 2 zövcən var. Və 3 fərqi yoxdur. 2 zövcən var. Birinə qarşı adilsən, mərhəmətlisən, qayğın çox, diqqətin çox. O birisi bunlarda məhrum olub. Allahın nazil etdiyi ilə hökm vermirsən. Birini çox incidirsən, o birisini incitmirsən. Birini hədiyyə alanda o birisini almırsan. Belə şeylər çox yayılıb. Bəli, şəriətdə çox arvadlıq var. 4-ə kimi var. 4 dənə ala bilərsən. Bəzi müsəlmanlar var, 2 yoldaşı var və 3 fərq eləmir. Yəni birdən çoxdur. Görürsən ki, ədalətsizlik edir. Adil deyil. Davranışında olsun, gecə həyatında olsun, rəftarında olsun. Bəli, məhəbbət sevmək bura daxil deyil. Birini çox sevə bilərsən. Allah Rəsulü çox kimi sevirdi qadınlarla? Ayşəni. Bu şeydən insan qınanmır. Lakin söhbət müamilədən gedir, rəftardan gedir, qayğıdan gedir, diqqətdən gedir. Burada adil deyilsənsə, qiyamət günü bir tərəfin əyilmiş formada gələcəksən. Deməli, Allahın nazil etdiyinə hökm verməmsən. Bu ayə bu məsələyə də aid, təkcə qanunlardan söhbət getmir. Müəllim sinifdə bir tələbə qonşumun oğlu deyib 5 yazırsa, 5-ə layiq deyil. O birisi heç tanımıram, haradasa gəlib mikroyuna, amma bu məktəbdə oxur, onu mən sıxışdırıramsa, lazım olan dərəcəm vermirəm. Hətta lap deyək ki, layiq olan dərəcəm verirəm. Amma onu artıqlamasını verirəm, qonşumun oğludur, nə bilim, qohumun oğlu deyir ki, adil deyilsən. Nətər olur? Bu birisi qonşunun oğludur, qohum əqrabanın oğludur, layiq olmayan dərəcəm verirsən. Amma bu birisi yad bir insandır sənin üçün. Filan kəs bir adi bir tələbə, məktəb, şagird və s. Ona sən qiymətin kəsirsən və yaxud layiq olan dərəcəm vermirsən və yaxud da biraz fərqləndirirsən. İmtahanda buna suallar asan verirsən, bunu çətində sıxışdırırsan. Niyə? Bu qonşunun oğludur, nə deyər ayıbdır? Qohum əqraba nə deyər ayıbdır? Bu yox. Deyir ki, Allahın nazil etdiyinə hökm verməmsən. Vallahi o məsələ də bura aiddir. Şeyxlərdir bunu, özümüzdən deməmişik. Deməli, insan haqsız yerə kimisə nə ittiham etməyə doğru deyil. Kiməsə ey zalim, ey fasıq deyirsənsə, elə deyilsə qox özün olarsan. Ey kafir deyirsənsə, elə deyilsə özün olarsan. Hədis onu demir, həmən kafir olursan. Yəni göstərir ki, tədricən qayıdıb özü kafir ola bilər, əgər o kafir deyilsə. Deməli, hədis səni çəkindirir ki, sağa sola kimə gəldi, ey kafir demə, ehtiyatlı ol. O sənin mənim işim deyil. Bəli, insan kafir deyərsən, adam kafirsə desən kafirdir. Yoxsa, xüsusən ixtilaflı məsələlərdə sən durub kiməsə kafir deməyin, qardaş, o doğru deyil. Madam ki, məsələ ixtilaflıdır, ehtiyatlı ol. Məsələn, əhlindən qaytar, çözümünü əhlindən qaytar. Sənin işin deyil. Bəli, biz deyirik, Nəsanilər kafirdir, İvandır, Petrovdur. Elə şəxsi də müəyyən də desən kafirdir, belə ümumi də. Amma bir adam ki, özdə müsəlman deyir, müsəlmanların adət ənələrini, dinini sayıb hesaba alır, yəni yaşayır, bacardığı qədər, eləməsə, deyək ki, namaz qılmır, amma müsəlmandır və bütün o müsəlman İslam qanunlarını bəli, söyləyir, bəzən əməl etməsə də, sən ona kafir deməyən doğru deyil, axıdır. Ehtiyatlı olmaq lazımdır, çəkinmək, qorxmaq lazım. Birdən özünə qayıdır. Və biz də vallahi dediyim kimi təcrübədən görmüşük. Nə qədər insanlar var ki, bax belə sağa sola, kafir deyə bugün özü bədbəxt gündədir. Vallahi kafir günündədir, cahillik günündədir. Neçəsini görmüşük qalır. Arada bəzən misal da çəkirik. O bir ara biz tərəflərdə bir ikisi var idi. Kafirdir, Allahın nazil etdiyinə hökm vermirlər, namaz qılmırlar, müşrikdirlər və s. Əski ilə getdik, gəldik, gördülər ki, blokun ağzına siqaret çəkir. Filan kəs namaz da qılmır, tərk eləyib. Nə oldu bə sən baxdıysan, filan kəs kafir, müşrikdirlər, mücahidlərə tən edirlər, Allahın nazil etdiyinə hökm vermirlər, namaz qılmırlar və s. Bu nədir sən? Bax, namaz qılmırsan, nə gündəsən, əlində siqaret. Namazı bəs tərk edirdin, küfürdür, böyük küfürdür, namaz qılmayanlar kafirlərdir. Nə oldu? Səsəylə, deyir, nə olsun? Amma mən tağutu inkar edirəm. Yəni, bu deməkdir ki, bu rəhbərlər, prezidentlər hamısı kafirlərdir. Bunu deyirəm, namaz qılmasam, amma mən deyir, tağutu inkar edirəm. Valla, sənin tağutu inkar etməyin kafir ol-ola heç bir faydası yoxdur. Elə bir ki, Abu Cəhil deyir ki, filan şey tağutdur. Amma şəriətə qəbul eləmir. Faydası var.
Otursun adam desin ki, hə də Trump kafirdir. Trumpın məsələn də filan ölkələr rəhbərləri kafirlərdir, hə? Qanunlar hamısı kafir qanunlarıdır. İdarə edənlər kafirlərdir və s. və ilaxır. Amma bu adam heç müsəlman deyil, məsələn. Faydası var ona bu sözün. Xeyr, də kafirsənsə 100 dəfə deyirən ki, bütün nəsanilərin rəhbərləri kafirdir. Müsəlman rəhbərləri hamısı kafirdir. Amma özü də heç nə əməl eləmir. Nə ibadəti var, nə bir şey, heç nə yox. Hətta belə deyəndə deyirsən, mən müsəlman da deyiləm. Yəni, bunun bu tağutun kəlmənin bir faydası var mı, qardaş? Yoxdur, heç o halda yoxdur, o ki, qaldı belə. İndi bu adam öz etiqadına görə kafirdir, qardaş. Hadi sən öz etiqadına görə kafirsən, qardaş. Namaz qılmırsan. Kimə tabi olmursan? Ən böyük şeytan, ən böyük tağut kimdir? İblis. İblisə tabi olmursan, qardaş. Allahın naziyyətinə hökm verməmsən, sən namaz qılmırsan, namaz da ibadətdir, vacibdir. Niyə qılmırsan? 100 dəfə deyilən ki, filan kəs kafirdir. Qanunları idarə edənlər kafirdir. Tətbiq edənlər kafirdir, amma namaz yoxdur. Sənin etiqad görsən kafirsən, qardaş. Nə fərqi var ki? Düz başa düşmürlər. Şəriəti başa düşmədiyinə görə, şəriətin dilini başa düşmədiyinə görə, alimlər sözün başa düşmədiklərinə görə, bax, belə sağa o kafir, bu kafir, o müşrik və s. və ilaxır. Sonunda görürsən ki, özləri o gündədir. Bəziləri saqqal saxlamır. Qardaş, saqqal saxlamaq ibadətdir. Vacibdir. Allahın nazı etdiyi hökmdür. Səndə də bu yoxdur. İndi nə deyək sənə? Deyəsən, mən hökmünü qəbul edərəm, əməl yoxdur axı. Şeytana, iblisə tabi olmursan. Ən böyük tağutuna, iblisına tabi olmursan. Zaten bütün bu günahları əmr edən kimdir? İblis deyil mi, qardaş? İstəyir şirk əmr eləsin, istəyir sehri əmr eləsin, istəyir, nə bilim, o qanunları, tağut qanunları əmr eləsin və s. Bunun hamısının başına iblis dayanmır, qardaş. Evet. Sən birinci el iblisi inkar elə bilməmsən cəməl. Qanunlardan danışsın. Özündə tətbiq eləmirsən, başqalarında danışsın. Çalbat topuqdan aşağıdır, hökmündən danışır, ona buna kafirdir. Sən özün şəriəti bu hökmü tətbiq eləyə bilmirsən. Bu da hökmdür də, Allahın nazil etdiyidir. Başqalarını qınıysan ki, elə bilsən, hər şey rahatdır. Özün elə bilmirsən, adi bir şey. Hakimlərdən gözləntim çoxdur. Qardaş, sən harada yaşayırsan, hansı dünyada yaşayırsan, subhanallah. Fəhm yox, başa düşdün, qardaş. Düz əməddiyini başa düşmür, sonunda bu belə bir fəlakət, belə bir müsibət baş verir. Növbəti hədis. Əbu Hüreyrə rəvayət edir ki, Allah Resulü sallallahu aleyhi və səlləm buyurur. Buyurur ki, Allah sizdən birinizin tövbə etməsinə, sizdən birinizin itirdiyini tapdıqda sevinməsindən daha çox sevinir. Əzəmətli hədis. Demək, Allahın sevinən, fərəh edən sifəti vardır. Fərəhlənər, sevinir. İnsan bir şeyi itirəndə, tapanda necə fərəhlənir? Allah tövbə edən bəndənin tövbəsindən daha şiddətli bir şəkildə fərəhlənir. Bu hədis hansı hədisə bənzəyir? O bir nəfər səhrada itirir dəvəsini və dəvəsi üzərində bütün yeyəcəyi, içəcəyi, geyim, keçimi hamısı. Yoxa çıxdı. İlkdə dəvə getdi. Uzanmışdı, yoxuya getdi, ayıldı, gördü ki, nə deyir? Dəvə yoxdur. Nə deyir? Həlak oldum, batdım, məhv oldum, öldüm. Daha bu səhrada kim məni tapacaq? Kim mənə yeyəcək, içəcək, heç kəs? Sonra bu dəvəsini ki, görəndə necə sevinir? Şiddətli bir şəkildə və şiddətindən, fərəhindən nə deyir? Ya Rabbim, sən mənim qulumsan, mən sənin Rəbbim. Bu, niyə belə dili çaşıb topa vurur? Belə deyil, dili çaşıb. Niyə belə çaşıb? Şiddətli şəkildə fərəhlənəndə. Və insan bəzən görsən, şiddətli şəkildə qəzəblənəndə küfr edir belə. Nə danışını dərk eləyini. Bu da onun kimi, sanki ağlı gedib, o qədər sevinib ki, şiddətli bir şəkildə. Bu, küfrü kəlməni işlədir. Təbii ki, kafir olmur. Çünki niyə? Yəni, bir xata edir, bilmədən deyir. İndi, bu nə vaxt deyir? Öz miniyini tapanda, öz itirdiyini, öz dəyərli əşyasını tapanda deyir, Allah deyir, daha şiddətli bir şəkildə sevinir. Nə zaman? Qulu tövbə edəndə, subhanallah. Deməli, qulunun tövbə etməsə, gör, necə Allaha sevimlidir. Deməli, Allah-u Teala qullarından nə istəyir? Ondan tövbə etməsini istəyir. Allah Teala onları cənnətdən daxil etmək istəyir. Allah onlardan razı qalmaq istəyir. Amma qullar tövbə eləmir. Qullar, yarhamukallah, Allah'a razı salmırlar. Asiliklə və s. günahlarla. Halbuki Allah Teala deyir ki, "Vallahu yuridu en yatuba aleykum." Allah sizin tövbənizi qəbul etmək istəyir. Başqa bir ayda Allah Teala nə dedi? Deyir ki, kim bir pis iş görərsə və ya fuhuş bir iş görərsə, öz nəfsinə zülm eləyərsə, sonra Allahdan bağışlama diləyərsə, Allahı Gafur Rahim tapar. Və Allah onu bağışlar, rəhm edər, onu əff edər. Allah istəyir bunu bəndələr. Və sevinir, fərəhlənir bəndəsə tövbə edəndə Allaha qaydanda. Çünki Allah Teala qullarına zərər istəmir vallahi. Allah qullarına cəhənnəmə düşməklərini istəmir. İstəyir ki, hamısı xeyir əhli olsun.
Yarhamkallah. İstəyir ki, Allah Taala istəyir ki, onlar cənnətə daxil olsun, cəhənnəmə düşməsin, yanmasınlar, məhv olmasın, həlak olmasınlar. Lakin bəndədir də özü görsən özünə pislik edir. Nəfsinə pislik edir, başqalarına pislik edir, günahlarla, asinə və s. və ilaxır. Bəli, Allahın fərəhlənən, sevilən sifəti vardır, özünə məxsus olan bir şəkildədir, məxluqata bənzəməz. Bizdə naqis bir şəkildə, Allahda kamil şəkildədir, gözəldir. Allahın sifətləri gözəldir, isimləri gözəldir, ucadır, hamısı. Yəni bunlar hamısı Allahda kamil bir formadadır. Məxluqata bənzəməz. Keyfiyyətini bilmirik, amma etiqad edirik ki, Allah Taala sevinir, fərəhlənir. Necə? Allahu aləm. Keyfiyyətdən varmırıq. Lakin etiqad edirik ki, Allahın sevinən, fərəhlənən vəsif sifəti vardır. Və hədis onu göstərir. Deyir, necə ki, bəndə sevinir, Allah daha şiddətli bir şəkildə sevinir, qulu tövbə edəndə. Allahu akbar. Ona görə tövbə etmək lazımdır, günahlardan Allaha qayıtmaq lazımdır, Allaha razı salmaq lazımdır. O bəndə ki, Allaha razı salarsa, vallahi Allaha itaat edərsə, Allah da o bəndəni heç vaxt zayi eləməz. Nə bu dünyada, nə də ki, ahirətdə. Yaxşı, burada saxlayaq. Allah Taala hər birimizi xeyrə müvəffəq eləsin. Allah Taala bizləri fəqihlərdən eləsin, dində fəqihlərdən eləsin. Dində fəqih olmaq nə deməkdir? Dində fəqih, bəli, yəni elm və əməllə bərabərdir. Həccə gələndə ki, Allah Taala bir qula xeyir istəsə, onu dinində fəqih edər. O demək deyil ki, alim eləyər, məlumatları toplayar, cəm eləyər. Yox. Yəni, elmlə yanaşı əməl də olarsa, bu fəqih insandır. Yoxsa elm var, əməl yoxsa, bu fəqih deyil. Onu yahudilərə bənzəyir. Və ya əməl var, elm yoxdur. Kimlərə bənzəyir? Nəsranilərə. Bəli. Ona görə insan nə vaxt Allahın xeyir istəyib bəndələrindəndir, biri xeyir istəyərsə fəqih edər, yəni dinində fəqih edər, yəni dinəndə elm və əməl. Elmli edib, əməl edənlər edər. Bilir və əməl edir. Bilib əməl eləmirsə, qardaş, bu fəqih deyir. Hətta abid insan belə fəqih ola bilər. Dinində fəqih. Niyə? Bilir və əməl edir. Abiddir. Lakin bir adam bilib əməl eləmirsə, deyirsən, fəqih deyilsən. Sən o xeyrin nail olanlardan deyilsən. İzahında gəlir ki, alimlər buyururlar ki, elm və əməl yanaşı olarsa, yoxsa elm var, əməl yoxsa sən fəqih deyilsən, qardaş. Deməli, abid insan da fəqih ola bilər. Əgər öyrəndiyi elmi əməl edirsə. Allahın dinini yaşayırsa, o fəqih insanlardan da Allah bizi fəqihlərdən eləsin. Subhanakallahum hamdik, əşhədu ən la ilahe illə əstəğfiruka və etûbü ileyk.